Aziz ve çok değerli izleyiciler, bir düşman hakkında danışacağım. O düşman bizim özümüzdendir. Daha yakın, o bizim içimizdedir. Ve çok tehlikeli düşmandır. O düşman hakkında alimler büyük kitaplar yazmışlar. Onun hatta lakabi var. Huve aduvun, ledudun, beyne cembey. Bizim derimiz ile sümüğümüzün içerisindedir. Öyle bir düşmandır ki subhanallah, o bizdendir. Biz ondanıq. O biz özümüzük. Ama sanki bizden değil. Bizim düşmanımızdır ve biz onunla bacarırıq. Ələ və hiyə ən-nəfs. Kimdir o? Nefs. Nefs çok korkulu düşmandır kardeşler. Nefs nedir? Sözün həqiqi mənasında bizik. O bizim ruhumuzdur. Allah Subhanahu teala məhz onu Kur'an-ı Kerim'de insan olarak göstermişti ve hiç yanda onu tərifləməmişdi. İnnehu kana zalumen cehula. Buyurmuştu ki həqiqətən insan zalum ve cehuldur. Yani zulüm eden zalimdir ve cahildir, gafildir, hemçinin nadandır, hemçinin naşkürdür, hemçinin nankördür. Bakın ayetleri, subhanallah. İnnel insan li rabbihi lekenud. Hakikaten insan Rabbine karşı nankördür. Yani subhanallah. Allah Teala kimi onu tanıyan yoktur. Çünkü onu yaratan Allah'tır. Yuridullahu liyubeyyine lekum ve yehdiyekum sunelellezine min qablikum ve etub aleykum. Allah Subhanahu teala bu kitabı nazil etmekle size yol göstermek istiyor ve sizi kurtarmak istiyor, xilas etmek istiyor ve size tövbe etmek istiyor ki siz Allah'a dönəsiniz. Şüphesiz ki Allah bilen ve hikmet sahibidir. Liyubeyyine lekum ve etub aleykum. Vallahu alimul hakim. Vallahu yuridu en yetub aleykum. Allah Subhanahu teala istiyor ki siz dönəsiniz ona gaydasız. Ve yuridü'llezine ettebi'une'ş-şehevati en temilu meylen azîmâ. Ama şehvetlere siz meyil ettirenler sizi satırmak istiyor. Hakikaten bu nefs garibedir. Subhanallah. O nefstir ki bilmirsen ki kıyamet günü, daha da üstüne bilmirsen ki ölüm anında ikisinden hansı biriyle seni çağıracaklar. Çağıranda hem nefsi çağıracaklar. O nefs ruhtur. İki çağrıştan biri olacak. Ya hasrata göresen o çağrıştan hansı biriyle bizi çağıracaklar. Ya eyyetühen nefsul habîse. Uhruci ila gâdabin min rabbikum. Ey pis, ey habis, ey murdar ruh. Yani nefs. Allah'ın emriyle, onun gazabiyle beden terk elə. Bilmirsən bu ilə çağıracaqlar. Yoxsa səni həmin nefsdə subhanallah. Ama baxır ki hansı həddə çatdırmısan, necə onu böyütmüsən, necə tərbiyə eləmisən onu. Yoxsa o səni yoldan çıxardıb. Ya da bilmirsən ki bəlkə bununla çağıracaqlar səni ki ölüm anında ya eyyetühen nefsul mutmainnə. Rivayətdə ya eyyetühen nefsul tayyibə fi cesedin tayyib. Ey pak ruh. Ey pak gözəl nefis ruh. Pak bedende olan ruh. Uhruci ila rahmeti minallahi ve ridvan ve cennetin ruhin ve ridvan ve reyhan. Rabbinin rahmeti, lütfü, bağışlaması, cennetin güzel reyhanlı kokuları için çık. Bilmirsen seni hansıyla çağıracaklar. Bu nefs Yusuf kimi Allah dostu. Allah'ın peygamberi. O peygamber ki Allah Nebisi sallallahu aleyhi ve sellem onun hakkında böyle sena etmişti. Kerimun ve ibn kerimin ve ibn kerimin ve ibn kerim. Yusuf kerimdir. Yani megam sahibidir. Büyük megam sahibidir. Peygamberdir. Vabnu Kerim'in özü kimi bir peygamberin de evladıdır. Özü kimi bir peygamberin de nevesidir. Bakın Yusuf Aleyhisselam, İbni Yakub Aleyhisselam, İbni İshak Aleyhisselam, İbni İbrahim Aleyhisselam. Fikir verin. Kerimun, Vabnu Kerim'in, Vabnu Kerim'in, Vabnu Kerim'in. Yani bunun oyunu olmur da. Yani Hatim el-Enbiya, peygamberlerin hatemi. Ve Seyyidu veledi Adem, Adem'in ağa evladı. Ve la fekhr. Bunu haber babına size değilim. Övülmek için değil. Diğer sözlerin sahibi sallallahu aleyhi ve sellem. O peygamber hakkında ne deyir? Kerimun, Vabnu Kerim'in, Vabnu Kerim'in, Vabnu Kerim. Bes o peygamber ne deyir bizim kitabımızda? Ne deyir öz hakkında? وَمَا أُبَرِّئُ نَفْسِي اِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ اِلَّا مَا رَحِمَ رَبِّهِ. Şüphesiz ki ben öz nefsimi berayete çıkartmıram. Halbuki Allah Teala onun nefsini de, ruhunu da, özünü de, şahsiyetini de berayete çıkarttı. Ve Firavun ayınlarının ve onların ailelerinin, onların nüfus sahiplerinin, hemen o kadınlar ki var tuzak kuruldu, hile kurdular, hamısını düzür. Ve onların keyli ve mekri açılır, ifşa olur ve Yusuf'un berayete bize çıkır. Onun mensumluğu ve onun günahsız olması bize çıkır. Ve subhanallah İmratu Aziz, Mısır'ın generalı, onun hayat yoldaşı, rivayetler göre Züleyha'da adı. O açık itiraf edir bütün kadınların önünde ve Firavun'un önünde ve Firavun məhkəməsində itiraf edir ki, həqiqətən ben ona karşı zulm eləmişdim. Ben ərimə xəyanət eləmişdim. Ben onu saptırmıştım. Ben ona karşı pislik elədim. Onu şərləyən də mənəm. Onu tuttum içeri saldıran da mənəm. Bildin mi? Yani subhanallah kadın itiraf elədi də. Kadın rezil rüsvay oldu. Rezil rüsvay oldu. Firavun, təsəvvürlər, kral ailəsi, əyanları, saray, məhkəmə və orada iştirak edən vaxtı ikən oturuca meyvəsini kəsərkən əlləri doğrayan bütün zadəgan kişilərin qadınlar hamısı orada üzülmüşdü.
Hamısı başı bir de boynu bükük bir şekilde o İmratu Aziz, Aziz'in hayat yoldaşı da itiraf eləyir ve deyir xatarkar mənəm. Həqiqətən o xəyanət eləməmişdi Azizə. Bundan sonra Yusuf Aleyhisselam nə deyir? Mama uberi'u nefsi. Mən öz nəfsimi bəraətə çıxartmıram. Mən əsla Kerim ibn Kerim ibn Kerim ibn Kerim. Mən öz nəfsimi bəraətə çıxartmıram. İnnən nəfsəl əmmaratun bis-su. Həqiqətən nəfis ardıcıl davam edərəkdən, ara vermədən fasiləsiz pislikləri əmr edicidir. Yəni nəfsin xisləti budur. Əmmaratun bis-su. Demir ki, əmirun bis-su. Ərəb dilini bilənlər biri də var siyaq mübalağa. Vəl-əmir o da siyaq mübalağadır. Əmr edən. Bir var əmmaratun. Bu en güçlü siyaqı mübalağada, yani həddi en aşmış siyaqda. Nefsin xisləti nə deməkdir? Fasiləsiz, aram vermədən, nəfəs belə imkan, yani fasiləsiz pislikləri əmr edəndir. Allah Subhanahu ne buyurur? Ya eyyuhən-nasu kulu mimma fil ardı halalan tayyiban və la tettabi'u xutuvati'ş-şeytan. Bunlar şəriklidir. Şeytan nəfs bunlar bərabərdir. Bunlar dostdur. Şeytan bizim özümüzdən olanı bizim əleyhimizə düşmən çıxardıb. Təsəvvür Allah Teala ki ey insanlar yer üzerinde gezin, dolaşın, en pak temiz şeylerden yiyin için şeytana ve onun adımlarına uymayın. İnneme ye'murukum bis-su'i vel-fahşâ. Kimin nefsine oxşardır? Hakikaten şeytan size ne emreder? Pis əməlləri ve fahiş işler emreder. Vallahi nefsin işi eynidir. Bir sıradayız. Nefs ve şeytan, şeytanın nefsi. Sanki bunlar paralel gelir. Eyni şey emreder. Ne diyor Allah Subhanahu şeytan hakkında? Ye'murukum bis-su'i vel-fahşâ. Diğer ayet-i kerimede de "Eş-şeytanu ya'idukumul fakra ve ye'murukum bil-fahşâ." Şeytan sizi kasıbçılıkla, yoksullukla, abun axırı olacak, uşaqlar böyüyəcək, bunlar kim oxturacaq, kim bunlar ərə verəcək, kim bunlar abun axırı olacaq, abun belə, sonra bir amənlə abi, neyir? Yoksullukla, kasıbçılıkla sizi qorxudur. Bir bunu da eləyir, əlavə onun məşhur işlərindən və fahişliyi əmr edir, pisliyi əmr edir. Sizə görsə ki, insan hüzünə düşəndə, hüzün də bizdə İslamda onu qəbul etmək icazəlidir. Hele ki, hüzün kərb gəldi, Allah'a sığın. Allah Nəbi sallallahu aleyhi ve sellem bize emredib ki, hüzün ve kərbdən Allah'a sığın. Allah'ım inni a'udbike minel hemmi vel hazen. Hazen ne demektir? Geçmişte olanların derdini çekmek. Aya niye böyle oldun? Böyle olmamalıydın, ben böyle eləməməliydin. Bu səhv idi. Ben arkadaş kutalı söhbət bitti. Oldu bitti. Gələr. Qaddar Allah necə fəal. Bağlab qapını. Bunu düşmək adamdır. Buna deyirlər el hazen. Vel hem. Hələn baş verməmişdən qabaq indi onun derdini çəkirsən. Bunun axırı nə olacaq? Bu hara gedir? Bu nə? Qardaş sen kimsən? Kardeş yazan var, ölçüp biçip hamısını rozulan yerleştiren var. Hardan bilirsen sen düşündüğün o bağlı kapı ile açık kapı ile odur. Yani roz oradan gelecek. Bütün işler oradan açılacak. Hardan bilirsen? Ne bilirsen? Yani subhanallah. İnne kulle şeyin halaknahu bi kadar. Biz her şeyi kaderine takdir elədik. Sen fikir ver. Subhanallah. Allah Nebi sallallahu aleyhi ve sellem bize qadağan eləyib her ikisinden. Hüzünden de yani ve humum. Yani geçmiş ve gelecekte olan şeyler düşünüp derde salmak. Şeytan ne diyor? Şeytan ya'idukumul fakra ve emurukum bil fahşa. Şeytan sizi yoksullukla korkular ve fahiş işleri emreder. Yani yoksulluk ve fakir buna harası alakası var. İnsan hüzüne düşür, kerbe düşür. Ne olur. Bir de sigaret yani. Hele fikirleşir ki bu ne olacak? Biraz fikrini dağılacak. Neyse sigarete fayda vermedi. Bir tezə şey çıkıp mesela o bu adlar da var bir garibe. Onun adına bakımdan sonra laf helak olur. Onunla da giden gelir. Sonra onu hiç kurtar da bilmirler. Düzüm helak olur. Ya şeytan ya'idul fakra ve emurukum bil fahşa. Veyahut da görürsen ki insan o kadar varlıdır. Dünyada her şeyin tadına bakmak istiyor. Ve dadına bakmadığı şeylerin tadına baktıkta elinden bütün her şey gelir. İzzeti, hürmeti, şerefi, layakati, ruzusu, bereketi, nüfuzu, malı. Ve bir de ayılır ki hamısı birden gitti. Birinci aile gitti. Evlatlar gitti, hürmet gitti, layakat gitti, şeref gitti, nüfuz gitti. Subhanallah sonra öyle oldu ki bankrot oldu. Mal da gitti, devlet de gitti, çölledi. Ve ne olur? İçki helak olur. Şeytan ya'likum fakra ve emurukum bil fahşa. Ve bunun bizzat bilağasında nefisle alakası var. İnnen nefsel emmâratun bis su'i illa ma rahim rabbi. Yusuf Aleyhisselam'ın sözlerini Allah Teala'nın kitabında Allah Teala buyurur ki Yusuf dedi. Hakikaten nefis aram vermeden fasilesiz günahları telkin eden, günahları emredendir. Yalnız Rabbimin rahmettiği kesler istisna. وَرَاوَدَتْهُ الَّتِي هُوَ ف۪ي بَيْتِ عَنْ نَفْسِهِ وَغَلَّقَتِ الْأَبْوَابَ وَقَالَتْ هَيْتَ لَكْ. O zamanki Züleyha bütün kapıları arkadan ballattırdı. Ve dedi ki ben süslenmişim, bezenmişim, seninem. Gel. Ve ortalıkta tek yediler. Kapıları da özü arkadan ballattırmış. Hiç girebilmesin. قَالَ مَعَاذَ اللّٰهِ. Dedi Allah'a sığınırım. مَعَاذَ اللّٰهِ اَعُوذُ بِاللّٰهِ. Onun növlerindendir. قَالَ مَعَاذَ اللّٰهِ اِنَّهُ رَبِّي اَحْسَنَ مَثْوَاي. Rabbim beni ele bir makam sahibi eleyip. Yani ben oradan buraya mı düşüm? Yani o uca makamdan Kerim, Vobli Kerim, Vobli Kerim, Vobli Kerim makamı nübüvve oradan yani buna rezalete, fahiş emele, rezalete, alçaklığa, şerefsizliğe, üstelik hıyanet. Kime karşı? O ki eski melek şeref verdi, beni büyüttü, beni oğula götürdü, evde terbiye, onun yoldaşına hıyanet. Kâle me'âdallah. İnnehu Rabbi ahsene mesvâi. Rabbim benim makamım o kadar bir şey eleyip ki. Onu buna mı değişeceğim? İnnehu la yuflihu zalimun. Şüphesiz ki zalimler necat yapmayacaklar. Ve lekad hemmet bihi ve hemme biha. Onlar birbirlerine meyil ettiler eğer bizim açık mucizelerimiz ona gösterilmeseydi. Yani Allah Teala onun yanındaydı, Yusuf'un yanındaydı. Bu neye gösterir ki Yusuf peygamber aleyhisselam bile Allah Teala onun yanında olmasaydı. Özü bir başa Subhanahu Teala rahmetiyle ona müdahale edemeseydi, onu korumasaydı, orada açık nişanelerle mucizeler göstermeseydi o da orada yani tab getirmeyebilmezdi. Niye göre? Çünkü kişidir.
Ne dedi ki? Levla arra'a burhan Rabbi. Bizim açık nişanelerimizi görmeseydi az kalmış ona meyil eləsin. Ve laqad hammet bihi ve hemme biha. Ona göre hiç vaxt demək ki, mən də Yusuf kimi, yəni o sınavdan keçərəm. Vallahi keçməzsən. Birinci gündən dəzil olacaqsan. Heç vaxt onu özü arzulama. Allah onun yanındaydı. Belki de Cebrail oradaydı. Peygamberdi. Allah ona açık nişaneler gösterdi. Allah onu korudu. Orada subhanallah o Allah'a o kadar yakınıydı ki artık onun gözünden Züleyha görsemedi. Ne onun üstlenmesi, ne onun güzelliği, ne de ki onun artık iştahı da yoktu. Tamam mı? Çünkü o da bir şeyle başlıyor. Diyor ki levle arra'a burhan Rabbi. Rabbinin açık nişanelerini, mucizelerini görmeseydi helak olacaktı. Ve sonra ne diyor? İnnehu min ibadinel muhlasin. Demedi muhlasin. Muhlasin. Fethayla. Çünkü o bize seçilmiş mahsus kullardandır. Bir var ihlaslı kullar. Onlar var çoktu. Bir var o bizim tarafımızdan bizim için seçilmiş mahsus kullardandır. İnnehu min. Sana kim zamin durur ki sen o sınavdan geçebilirsen. Sen meğer muhlasinlerdensen, Allah'ın özü için seçtiği mahsus kullardansan vallahi geçmeyeceksin. Hiç o sınavı şeyleme. Yani isteme. Bazı insanlar fitnenin içine girer. Fitne aktarır. Gel bir Tayland'da da pulun çoktu. Arkadaş sen Tayland'da ne işin var? Tayland dünyanın en mırdar fahiş ülkelerinden biridir. Özüne her hürmet edilen, öz dinini geldiğini bilen orada incelemeye gitmez kardeş. Orada bir yağmurçılıktı. Orada su kıymetlidir. Tamam mı? Kapı pencere açıktı. İcazetsiz girir. Yani terbiye, medeniyet berbat günde. Yoksa insan gelir gezmeye. Avrupa'ya. Özde tek. Sen orada tek gezmeye ne işin var? Pulun çoktu. Gezme istiyorsan. Tamam. Türkiye'de olmuşsan tamam. Mekke'de de olmuşsan tamam. Yatar'da da olmuşsan, Bahreyn'de de olmuşsan tamam. Arap ülkelerinde olmuşsan Malezya git. Yeni Müslüman ülkesinde. İnkişaf eylemiş. Amerika okşayan Müslüman bir devlet. Gidende de tek gitme. Müslüman ülkesine gezmediğin cemine giden ailenle git. Senin tek orada ne işin var? Tek olanda sen gürbettesin. Gınak yok. Egib yok. Hiç kimsenin içine demeyecek. Hiç kim haber olmayacak. Kimden oturdun, kimden durdun. O tava kim girdi. Tamam mı? Artık ağıl işlemiyor. Şerbet vurup tepesine göz yaşına görmür. Vallahi başarmayacaksın. Bazı insanlar özü fitnenin içine girir. İster bu planşette olsun, ister telefonda olsun, ister ekranda olsun. Özü girir. Gitme olmaz. Alimler diyor ki kaç. Yani mavaredel fiten. İştenip diyor ki fitne kapılarının hamısı bağlı. Fitne olan yerlerden kaç. Ve mümin harası bulaşır. Ancak bulaştığı günah elhamdülillah odu vacibilen günahlardan değil. Ama fahiş günahlardandır. Ama kebir günahlardandır. Ümidini kesme. Git destemaz al ve 2 rekat istiğfar ile. İblisle İzzet ve Celal sahibi Rabbul İzzeti ve Celal arasında diyalog geçir Kur'an-ı Kerim'de. Bilirsiniz El-Hicr suresinde, Taha suresinde, düzdü mü? Bir neçə yerdə, El-Baqara suresinde, düzdü mü? A'raf suresinde bir neçə yerdə geçir, düzdü mü? Həmçinin sünnədə də gəlib, çox möhtəşəm diyaloglar gəlib. Onlardan bir neçəsini gətirim. Sünnədə gələn. İblis deyir ki, bi'izzetika Rabbi la uğuyennahum la zalul arvahu fi ecsadihha. Ey Rabbim, senin izzet ve celalına and verirəm. Kim deyir bunu? İblis. İblis kafir. Bəs niye deyir ey Rabbim? Çünkü onu Rabbim de yaratan odur da. Allah subhanahu izzet ve celal sahibidir. Hatta düşmanı tarafından. Bəli. Düşmanı da yaratan odur asla. Deyir Rabbi, izzet ve celalına and içirəm ki, onların ruhları beden içinde olduğu müddetçe onları saptıracağım. Korku kadar ya. Bakın ne demekti. Yani sen düşünme ki 60 yaşında ben olacağım evliya. Allah kurtardı söhbetler. Vallahi hemen vesvesedir. 16, 18, 19 yaşında gelen oğlana vesveseler inan ki 70 yaşındaki erkeğe de gelir. Bir marajın soğuş. 2 katı gelir. 2 katı gelir. Niye? Çünkü cavan eləyəndə normaldır. Allah Teala tez bağışlayır. Cavandır da. Ama ağbaş onun için şiddetli hadi gelip. Saçı ağarmış, boza katışmış. Şeyhanı Allah Teala zina edən şeyhi, yani kocanı bağışlamayacaktır. Yüzüne bakmayacaktır. Günahını temizlemeyecektir ve onun şiddet azab var. Zina edən vaxtıdır. 70 yaşında. Şeytanın vesvesesi, inanırsınız, şehvet vesvesesi. Koca baba əxlərə sizdən şiddetlidir. Marajın soruşun. Sizdən şiddetlidir. Ve en gəlbəsi bizə nədir? Belki tamaşaçılar gülecek. Yoldaşın yanına geldi, işin yoktu. Ama tek kaldı. Xəlvətə qalanda vesvese sizdən şiddetlidir. Naməhrəmlə qalanda cavan olandı. Özün tanımıyor. Bu nədir belə? Özün tanımır. Xəlvətdə qalanda, xadim evdə araba çıxdı getdi. Şidik bu nədir belə? Bunun əsli hətta şeydə gəlib. Yəni tarixdə gəlib. Bir alim olur. Yaşı 80'den yukarı olur. Yoldaşı da çok yaşlı olur ve artık gücü çatmır ona hizmet eləməyə ve xadimə tutur. Xadimə tutur ve bir dəfə elə olur ki, arvadın ehtiyacı səbəbilə həyat yoldaşı nəsə qədər açmalı olur da. İlk bazara gedir nəsə götürməyə. Gəl gör ki, həyat yoldaşı həyətdə oturub. Evin içində deyil, həyətdə şəntədə oturur. Gəl gör həyat yoldaşı qoca şeyx, baba, 80 yaşında, öz alim. Həyətdədir, evin içində deyil. Düşünməsən evin içində qoyub getmədin mi? Sən niyə şurada oturmuşsan? Deyir, Allah inanmazsan. Sən evdən çıxıb gedəndən sonra mən cavanlaşdım. Sen evden çıkıp gelenden sonra ben cavanlaştım. Şeytan geldi, oğlum cavan oğlan. Vallahi özümü tanımadım. Alim de diye derk eledi. Hisseledi ki o anormal bir şeydi. Onu idare eden var. Nefsle şeytan paralel gelir. Hatta geldi rivayetlerde ki nefsle şeytan beraber zina edir. Hatta bir fercinen, bir organla beraber. Yani kadın yolladı zina elende onun fercin içinde şeytan da beraber gelir ki gücü tükenmesin. Ta ki onu mefeleğine kimi. Hatta o şöhbetler var yani tasavvurla. Şimdi gör bizim düşmanımız kimdi? Nefsun. Yani vedudun, aduvun, ledudun, lanetlemiş bir nefs.
İndi bu nəfs, yəni subhanallah, bunun da mərhələləri var. Mərhələləri var. Yəni baxır bu nəfsi necə tərbiyə etmisən. Bu nəfsi necə öyrənmisən. Ya nəfsi it kimi tərbiyə edəcəksən sözün həqiqi mənasında. Yəni ac saxlayacaqsan, susuz saxlayacaqsan və ona hər dəfə itaat edəndə nəsə verəcəksən. Yavaş-yavaş. Onda nəfs olur gül balası. Nəfs də səninlə bərabər olur abid zahid. Bir dəfə Süfyan Səvrinin yanına daxil oldum. Abidlərdən biri deyir. Gördüm ki, süfrəsində bahalı halva var. Dedim şey, imam, bu nə sən nə? Deyir, nəfsimi o qədər tərbiyə etdim ki, yəni nəfsim mənim xətrimə bütün gecələr yatmış. Allahu Ekber. Axırda ona mükafat hazırladım. Özü yaxşı apardığına görə halva verəcəm sənə. Özü yaxşı apardığına görə sən ki bütün gecələri ibadətə qalxırsan, maşallah yorulmursan, ibadətə hazırlarsan. Bu nəfs artıq nə olub? Mutmainnə. Ya eyyetühen nefsul mutmainnə. İrci'i ilə rabbiki radiyeti mardiyyə. Bu nəfis peyğəmbərlərin nəfsidir. Sümmel əmsələ fəl əmsəl və sonra onların yolunda olan, onları oxuyan, onları oxuyanlarındır. Təsəvvürlə. Bu nəfs sənin dostundur. Amma hər şey yox. Əlini buraxma. Onun halı var, onun sifətləri var, o dəyişilə bilir. Sən axıra kimi elə saxla. Bu gün nəfsi qəbrə qoyanda o nəfsə deyirlər ki, ya eyyetühen nefsul mutmainnə. Ey mübarək, pak, gözəl, mutmain nəfs. Xoş gəldin cənnətə. Amma nəfs obrisindən olanda Allah göstərməsin. Yaxşı, mömin nəfsi hansıdır? Hər kəs mutmain nəfsi qazana bilmir. Hardan bizdə o? Belə zamanda, şua zamanında, flaşet zamanında, telefon zamanında, hardan mutmain nəfs? Mutmainində bir sifət qaldı ki, bir şey qaldı ki, orta variantda var. Nəfsün ləvvamə. Qınayan nəfs. Tez-tez qınayır. Özü qınayırsan. Mən belə eləməm. Qıraatdan baxan deyir ki, bu əxilən desən başı gedib, hərdən qıraat çəkəndə özlərini açırlar. Qul qınansınlar səni. Nəfsini qına. Yəni, insanların qınağını götürmə. Sən nəfsini qına. Hər dəfə nəfsin həddini aşanda, sən də onu qına. Əməl başa söhbət edir bundan. Deyirəm ki, sən burada səhv elədin. Sən bunu eləməməliydin. Sən onu istəyirsən, sən qələt edirsən. Sən çox şey istəyirsən. Sən o da hazır deyilsən və razı deyilsən. Və o çoğun taqətin yoxdur. Və niyə məni dartırsan? Nə olub sənə? Nəfsinlə bir danış. Yəni, sən ey nəfs. Yəni, zahidlərdən biri deyir ki, bir dəfə nəfsimlə oturdum, kişi kimi söhbət elədim. Zahidlərdən biri, sələflərdən. Deyir, nəfs, var diqqətlə qulaq as. Ya itaat edəcəksin Allah və Rasuluna. Sənə düz gedirik. İnşallah cənnətə. Cənnətdə nə istəyirsən ha? Hamısı sənə halaldır, mubah. Limit yoxdur. Hamısı halal, hamısı tərtəmiz. Ya da ki, mən sənə uyacağım, sən məni aparacaqsın. Nəticədə yeməklərin meyvə olmayacaq cənnətdəki kimi. Yeməklərin əvvariyə, tikan, zəhərli tikan. O ki, boğazı cırır, gir içəri və zəhər süzür. Sənin içməklərin orada olacaq irin, qaynamış dəmir, qaynamış polad. Qulağını gözün içinə qurğuşun qaynamış dökəcəklər. Qaynar su, elə bir qaynar su ki, dəmirdən onu əridirlər, onun temperaturu o qədər güclüdür ki, üzvə yaxınlaşanda ət bütöv tökülür. Sən buna hazırsan ay nəfs. Sən buna razısan ay nəfs. Hə? Yediyin ot, içdiyin ot və Allah Taala'nın izzətindəndir ki, cəhənnəmin o əzabların içərisində onlara dözülməz bir aclıq verəcək. Aclıq. O aclıq onlara cəhənnəm əzabından heç də geri görsəməyəcək. Aclıq onları bizə neyəcək? Yalvaracaqlar, ey Rəbbimiz, biz acıq, bizi yedizdir. Onda deyəcəklər, gətirin yeməkləri. İrin, qaynar su, hə? Ərimiş metal, tamam. Nəfsən buna hazırsan, yox. Gücün, taqətin çatar, yox. Arzulayırsan, istəyirsən, yox. Və nədir mən aparsan o yola? Deyir, onda nəfsim düşündü və dedi ki, yaxşı, sən də mənə apar. Və ondan sonra düz yoluna getdik. Yəni, nəfsini tərbiyə edir. Qədimdə insanlar nəfsini tərbiyə edirdilər. Əməli başda. Ya nəfsi ayaqlarının altına alacaqsan, mən edəcəksən onu. Tamam mı? Qoymayacaqsan ki, onda o ağıl olacaq. Tamam. Ya da ki, buraxacaqsan başını. Mən görmədiniz siz dayanacaqlıqda suyun içində yatan bomuşları. Vallahi o sənin kimidir. O da Adəmin bir bədbəxt övladıdır. Nəfsi onu günah apardı. Hələ bu nədir? Elə insanlar var ki, özünü elə günə qoyublar ki, nə şərəf qalıb, nə hörmət qalıb, nə izzət qalıb, nə ləyaqət qalıb. Heç nəfs onu o günə qoyub. Bu nəfs elə bir qorxu şeydir ki, içimizdə olan bir düşməndir. Bizim özümüzdəndir. Yəni ona uysan getsən, Allah göstərməsin. Ahirətinə qabaq səni dünyavı əlindən alar. Dünyada səni bədbəxt eləyər. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm duaları mükəmməldir. Rabbi əuzu bike min xizi dunya və əzəbil axirə. Ya Rabbi, dünyanın rüsvayçılığından və axiretin əzabından sənə sığınıram. Bunlar elə belə əbəs gəlmir duada. Həm dünyada sən rəzil edir, rüsva edir. Tamam, həm axirət əzab var. Bu da ikisini birdən götürür. Bu nəfs elə bir şeydir. Yəni qətiyyən nəfsə. Yaxşı, nəfs ləvvama, qınayır. Ömər bin Xattab kimi böyük bir şəxsiyyət, subhanallah. Nəfsi ona qarşı bir şey fiçildəyanda çəkilərdə deyir ki, biz görərdik Omarı divarın arxasına çəkildi, Mədinə bostanlarının birində öz nəfsini qınayır. Nə deyir Ömər bin Xattab radiyallahu anhu, deyir ki, ey nəfsim, ya ibnəl Xattab, ey Xattabın balası, özünə deyirsin. Demir ey Omar. Ya düz yoluna gələcəksən, Allahdan qorxacaqsan, ya Allah muhaqqaq ki sənə əzab verməlidir. Yəni özünə gəl. O qədər şəxs. Həmçinin onun gözəl sözlərindən insanlar dalınca düşüblər. Onlar bilsə ki, mənim necə günahlarım olub, 2 nəfər mənim dalınca düşməz. Yəni nəfs. Və onlar nəfsi tərbiyə edirlər, o boyda ülvi böyük məqamlara sahiblər. Yəni nəfs ləvvamə, nəfsi qınayırsa, nəfs səni qınayır, nəfslə danışırsan, o nəfsin bir tamı var, adı var. O möminlər nəfsidir. Hansı möminlər günah eləyərlər, hər gün eləyərlər. Tez-tez eləyərlər və dərhal tövbə eləyərlər. Şeytan onların günah eləməyindən artıq yorulub. Artıq şeytan hərdən gəldik, biraz fasilə verək. Şeytan hərdən gəldik ki, günah eləmək və fasilə verək. Bir həftə toxunmur da sənə. Tövbələrin çoxdur.
Şeytan artık onun tövbelerinden bezir. Onun tövbelerinden korkur. Niye göre? Çünkü onun tövbesi hemen günahına geçmiş günahlarını silir. Bu da şeytan el vermez. Onun tövbesi, onun gözyaşları, onun hönkürtüsü, onun Rabbiyle halvette üzr istemesi, onun bütün geçmiş günahlarını sildi. Şeytan yok, bu el vermez. Bu günahımı tokumur. Bunu. Ve görürsen o insana bir ay bir zahidlik abidlik gelir. Bir iman fışkırır, dehşet şey değil ki, Allah'ım seni ahd eder. Bir de o günah elemeyeceğim. Ahd verme hiç bak. O ahd vermek de şeytandandır. Şeytan gel sen özünden terk edip bir aylık. Ahd verme. Çünkü ahd verme ahd bozacaksın. Ahd bozmaktan kebairdir, büyük günahlardandır. Düzdür, ona da tövbe var elhamdülillah. Onu da Allah bağışlar. Tamam. Ha? Ahd verme. Sadece Allah'tan diyor Allah'ım inni es'eluke thebate alel emr. Ve azimete fil rüşd. Sünnette olan dualar var arkadaş. Onlardan gidalanın, onlarla faydalanın, onları ezberleyin manasını düşünün ve onlarla Allah'a yaklaşın. Peygamber sallallahu aleyhi ve sellem onu özü çelemek ki. Aslında o müəllimdir. Aslında o bizim için edip onu. Bizi öğretmek için. Bakın sabit istəyirəm. Salamat qəlb istəyirəm. Əzimət istəyirəm, əzimət. O əzimət bizdə yoxdur. Hansı birimiz əzmkarıq? Yar bir daha mən o günahda görməyəcəksən. Hay. Hər həftə görür səni. Elə deyil. Kim bacarır? Bu nəfsi ki qınıyırsan, hər dəfə Allah'a yaxınlaşır, hər dəfə bağışlayırsan, nəfslə əmər başı, nəfs səni qınıyır, sən nəfsi qınıyırsan, bu nəfs Allah Taala'nın sevdiyi nəfslərdəndir. Dəlil nədir? Allah Taala onu and içmişdir. La uqsimu bi yevmil qiyamah ve la uqsimu bin nefsil levvame. And olsun qiyamət gününə. Allah Subhanahu taala and içdiyi şeylər də əzəmətli şeylərdir. And olsun levvame olan nəfsə, qınayan nəfs. Ay sən bunu eləməməliydin. Bu nədir? Bu qınıyır səni. Və görürsən ki, həmin insan həmin günaha təzədən qaydanda tər basır, ürəyi döyünür, həyəcan keçirir, haldan hala düşür. Həmin o nəfsdir. Levvama, qınıyır. Neyirsən? Təzə tövbə eləməmişsən, təzə ət verməmişsən. Səndə sifət var. Nə qədər insan ət verər, nə qədər ət poza bilər. İndi şeytan digər qapıdan yaxınlaşır. Ey kəzzəb! Allah'ı aldadan. Ne kadar sende sifət var. Adam her defa Allah aldadar. Her defa ət verir, her defa ət pozar, her defa ət verir, her defa tövbə pozar. Gətirin ona uyma. Bil ki, şeytana fərq eləməz hansı qapıdan sənə qalib gəlir. Ümid kəsmək yoxsa əksinə. Gətirin. Həmin diyaloqa baxan hədisine gəlir. Deyir ki, şeytan deyir ki, izzət və cəlal and olsun ki, onların ruhu bədənlərinin içərisində olduqca mən onları saptıracağım. Allah Teala deyir ki, və bi'izzəti, mən də öz izzət və cəlalıma and verirəm ki, onlar qayıtdıqca qayıdacağım. Tövbə etdikcə qayıdacağım. İstiğfar etdikcə əff edəcəm. Yəni sən onları azdırdıqca mən də onları əff edəcəm. Madem ki qayıdacaqlar. Və bu sünnədə gələn möhtəşəm hədis həqiqətən böyük bir dərman və təsəllidir. Ya ibn Ədəm. İnnəkə mə rəcəvtəni və dəavtəni thumma istəğfartə li. Ey Adəm oğlu. Nə vaxt ki sən günahdan sonra məni xatırladın, andın və mənə döndün və sonra bağışlama istədin. Ғafartu ləkə alə mə kənə minkə və lə ubali. Sənin günahının necəliyinə baxmadan, günahlarının çirkinliyinə əhəmiyyət vermədən, məhəl qoymadan bağışlayacağım səni. Allah Subhanahu taala qatında maraqlı günah nə boydadır? Əsasən qayıtma bacarsan. Və həmçinin əksi. Heç vaxt demək ki, günah kiçikdir. Bax ki, o kiçiyi necə azim və izzət cəlal sahibinə qarşı edirsən. Deməli, sərfdən gözəl bir söz var. Deyir, günah sənin gözündə böyüdükcə Allah katında kiçikləşir. Sənin gözündə günah böyüdükcə Allah katında kiçikləşir. Sənin gözündə günah kiçikləşdikcə Allah katında böyüyür. Kim deyə bilər cavab nədir, səbəb nədir? Çünki kimə qarşı söhbətdən gedirsin. Yəni sən günah elədin, o günahı papazı görsən. Deməli onu bazı görsən elə. Allahu akbar. Allahu akbar lillahi hamd. İndi sən günah elədin. Dəhşətli günah deyil yəni. Bir gələt elədi, pis yerə girdin, baxdın çıxdın. Elhamdülillah baş olun, livata düşməmsən. Düzü gör, günahdır, böyük günahdır. Amma ondan da deyil də. O həlak edən, şallaq vacib eləyən, həd vacib eləyən, rəcim vacib eləyən, cəhənnəm oduna yolunlanmış təmizlər, onlardan da deyil də. Bildin necə? Sübh namazına gəlib imam arxasında qılmaq da özünə silinir. Elə günahlardandır. Allahu akbar. Çoxsu sübh namazını gəldən bilmir. Sübh namazına gəlsə imamın arxasında namaz qıldın, avtomatik silinir. Sübh namazının fəzilətinə görə. Allahu akbar. İndi təzəli o günah eləmirsən. İndi o günahı şeytan sənə bacı göstərir. Hə, nə olsun? Baxmısan da. Elə bilirsən sən təksən. Bütün əqlər baxır. Elə məsəl verirsən. Bütün əqlər baxır. Bütün insanlar baxır. Bütün muhtilər baxır. Bütün hamı onu eləyir. Özün sən təksən. O da mənim salmadığım yoxdur sıramızda. Siz hamınız ona salmışam. O günaha girmək yoxdur. Edirsən. Elə bilirsən sən ağlısan. Nə var ki burada? Balaca şeydir. Hiç üzülmə, hər şey yaxşıdır. Allah Gafur, Rahim, Kerim. Bu şeytandandır vəsvəsə. Bu vəsvəsə şeytandır. Məhmə sağır indəkə zənbu kəbur indəllah. Günah sənin gözündə balacalaşdıqca, bazı göründükcə Allah qarşısında böyüyər. Məhz bu günah həlak edicidir. Bu günah həlak edir. Günah sənin gözündə böyüdükcə, Allah qarşısında kişilər. Əks. Həmçinin Abdullah bin Masuddan çox gözəl gəlib. Deyir ki, mömin bir günah eləyər. Bir günah, demədən hansı günah, böyük, kiçik. O günahı sanki dağın altındadır, dağı da qopardı, başının üstünə sallayıblar. Elə təsəvvürlər ki, bu saçda dağ düşəcək və bunu xəşil edib öldürəcək. Mömin günahı belə təsəvvür edir. Munafiq isə günah eləyəndə, söhbət getmir hansı günahdan, hər hansı bir günahdan. Munafiq isə günah eləyəndə sanki milçək buruna qonub və belə elər. Getdi. Təsəvvürlə. Munafiq ilə mömin fərqi arasında budur. Allah Subhanahu taala bu diyaloqu dedi ki, Əl-Hicr surəsində, A'raf surəsində, həmçinin Əl-Bəqərə surəsində və bir çox surələrdə gətirir. Buyurur ki, və ibadur Rahman. Rahmanın qulları. Allahu akbar. O başlar Allah'ın kullarıdır. Allah Subhanahu teala el-Qahhar, el-Cebbar, Züntiqam. Bu Rahman'ın kullarıdır. Size bu adlar bir şey demir. Hususiyeti qeyd İnne ibadi leyse leke aleyhim sultan. Ey iblis, benim kullarıma senin gücün çatmayacak. O başlar onun kulları değil. Onlar
Onun için yaradıblar. Mənim qullarım, mənim sevdiyim, hörmət etdiyim, özüm üçün sevdiyim qulların üzərində sənin saltanətin olmayacaq. Quran-ı Kərimdə belə deyir. Ona görə iblis hər dəfə azranda, şeytan hər dəfə azranda bunlar hər dəfə qaydalar. Bir dəfə şeyxiniz, Şeyx Salih Əl-Fovzan'dan bir nəfər soruşur. Özüm şəxsən video dinləmişəm, çox maraqlı görüntü videodur. Şeyx bir özündən sual verir. Sualda zərflə verirlər. Sual verən görsən bıraxa. Şeyx yəqul səil. Bir nəfər soruşur. Mən günah eləm, həmin qayıdıram. Günah eləm, həmin qayıdıram. Əhd verəm, əhdi pozuram, həmin qayıdıram. Günah eləm, tövbə eləm, həmin qayıdıram. Və hər dəfə tövbə eləm, tövbəndə sadiq olam, həmin qayıdıram. Və o günahdan əl çəkə bilmirəm, hər dəfə o günah düşürəm. İlə mətə hədə. Bu ha vaxtda kim olacaq? Yəni ha vaxt mənim bəlam gələcək. Ha vaxt mənim imanımı qəlbimdən çıxardacaqlar. Ha vaxt məni lənət edəcəklər. Ha vaxt yəni bu axır gələcək. Şeyx Salih Əl-Fovzan cavabını bilsin nə oldu? Ona arafna hədə illə lil müminin. Bu möminlərin sifətidir. Bu nə sual verir? Şeyx nə cavab verir? Bu möminlərin sifətidir. Biz möminləri elə belə tanıyırıq. Onlar günahlarında dərhal tövbə edir. Günahlarında dərhal tövbə edir. Ona arafna hədə illə lil müminin. Biz bunu yalnız möminlərdən bildik. Şeyx Əlləmə, subhanallah, əslində bunun cavabı deyil. Həsən Basri'nin cavabıdır. Tarixdə gördüm ki, eyni sualın cavabını Şeyx İmam Həsən Basri cavab verir. Həmin səil İmam Həsən Basri'ni soruşdular. İlə mətə hədə. Yəni bu vaxtda kim ilə davam edəcək? Təsəvvürlə. Demək ki, mömin mübarizədədir. Mömin cihaddadır. وَالَّذ۪ينَ جَاهَدُوا ف۪ينَا لَنَهْدِيَنَهُمْ سُبُلَنَا وَاِنَّ اللّٰهَ لَمَعَ الْمُحْسِنِينَ. O kəslər ki, bizim yolumuza çaba göstərərlər, çalışarlar. Biz onlara yolları göstərərik. Yəni yolları açarıq, qapıları açarıq. Yəni çatdırarıq onları ünvana. Və bu nəfs, yəni həqiqətən çox təhlükəli düşməndir. Onu sərbəst buraxmayın. Və ona biganə belə baxmayın. Onu barmaq arasına baxmayın. Heç nə olmaz, heç nə olmaz, heç nə nəfs işləyir. Qətiyyən, qətiyyən. Bilin ki, o sizin içərinizdə olan, sizdən olan ən təhlükəli düşməninizdir. Və siz ölüm anında ikisindən birini təhvil verməlisiniz. Ya onun xəbis formasını təhvil verib cəhənnəmə aparacaq, ya onun tərbiyə olmuş formasını təhvil verəcəksiniz. Nəfs-i mutmainnə sizi cənnətə aparacaq. Allah Subhanahu taala hüsn xatiməni bizə məhrum eləməsin. Eşidənlər üçün faydalı etsin. Hələ və sallallahu əleyhi və səlləm alə nəbiyinə Muhammed və alə alihi və sahbihi ecmaîn.